İnsan ruhunun elə qatları var ki, ora yalnız sözlə yox, səslə də çatmaq mümkündür. Bu səs əsrlərdir ki, bizi müşayiət edir. Bəzən bir qəzəldə, bəzən tarın simlərində, bəzən də xanəndənin səsində duyulur. Söhbət Azərbaycan muğamından gedir. Elə müğənni var ki, xanəndə var ki, onun həddən artıq xırdalıqları var. O boş yerləri doldurur. Elə ifaçı var ki, onun xırdalığı zəifdir. O məcburdur ki, bir neçə yerdə imkanı daxilində. Yəni, burada notla deyil ki, notla deyil. Allah Üzeyir bəyə rəhmət eləsin. Muğamları o vaxt deyirlər ki, nota alaq. Deyib, yox. Muğamlar nota alsa, hamı eyni cür oxuyar. Amma hərənin öz nəfəsi var, öz ürəyi var, öz xırdalığı, öz boğazda çalalar, zəngulələri var. Füzulinin qəzəllərindən Şuşanın musiqi məclislərinə, tarın sehrindən cazın azad improvizasiyasına qədər uzanan muğam sadəcə musiqi janrı deyil, o xalqımızın yaddaşı, ruhu və mənəvi kimliyidir. Bu sənətin kökləri əsrlərin dərinliyinə gedib çıxır. Orta əsrlərdə Səfiyyəddin Urməvi və Əbdülqadir Marağayi muğamın nəzərə əsaslarını formalaşdırdılar. Zaman keçdikcə bu zəngin musiqi irsi 7 əsas dəstgahda Rast, Şur, Seygah, Çahargah, Bayatı Şiraz, Şüştər və Hümayunda sistemləşdi. 19-cu əsr isə muğamın inkişafına yeni səhifə açdı. Dahi Tarzən Sadıqcan tarı təkmilləşdirərək simlərinin sayını 11-ə çatdırdı. Onu diz üstündən sinəyə qaldırdı. Bununla da tar ifaçılığında yeni virtuozluq mərhələsinin əsası qoyuldu. Şuşa, Şamaxı, Bakı kimi şəhərlərdə fəaliyyət göstərən musiqi məclisləri isə muğamı sadəcə dinlənilən sənətdən peşəkar musiqi məktəbinə çevirdi. 20-ci əsr muğamın sərhədləri aşdığı dövr oldu. 1906-cı ildə ilk qramofon vallarında ustad xanəndələrin səsləri əbədiləşdirildi. 1908-ci ildə Üzeyir Hacıbəyli Leyli və Məcnun operası ilə muğamı səhnə sənətinin yeni müstəvisinə çıxardı. 1912-ci ildə Məşədi Cəmil Əmirov Heyratı muğamını nota köçürərək bu irsin yazılı şəkildə qorunmasına mühüm töhfə verdi. 1948-ci ildə Fikrət Əmirov Şur və Kürdovşar əsərləri ilə dünya musiqi ədəbiyyatına simfonik muğam janrını gətirdi. 1960-70-ci illərdə isə Vaqif Mustafazadə muğamı cazın azad improvizasiya dili ilə qovuşduraraq yeni bir musiqi cərəyanı ərsəyə gətirdi və bu səs yer kürəsinin sərhədlərini də aşdı. 1977-ci ildə NASA-nın Voyager 1 kosmik gəmisi ilə kosmosa göndərilən Qızıl Falda Kamil Cəlalovun balabanla ifa etdiyi Çahargah da yer aldı. 2008-ci ildə isə Azərbaycan muğamı UNESCO-nun bəşəriyyətin qeyri-maddi mədəni irs siyahısına daxil edildi. Bugün muğam klassik muğam ifaçılarının özünə məxsus təqdimatlarından tutmuş, gənc xanəndələrin müasir elektron və simfonik layihələrinə qədər öz genetik kodunu qoruyaraq yeni səslər qazanır. Ta qədim zamanlardan bu yana muğamımız inkişaf edərək təkamül dövrü keçdi və daha da yetkinləşdi, daha da kamilləşdi, biraz da müasirləşdi. Bütün muğamları demək olar ki, ifa eləmişəm. Hətta Qızıl Fondda da mənim dəstgahlarım var və hər birini sevə-sevə ifa eləyirəm. Çünki hər muğamın öz xarakteri var. O xarakteri hiss edəndən sonra sən onu duyaraq ifa eləyirsən. Gənclərimizə də tövsiyə eləmək istəyirəm ki, muğamımızı gözəl təmsil eləsinlər, gözəl təbliğ eləsinlər. Çünki bugün dövlətimizin muğamımıza çox gözəl qayğısı və dəstəyi var. Bundan yararlansınlar. 2005-ci ildə Heydər Əliyev Fondunun prezidenti, ölkənin birinci xanımı Mehriban Əliyevanın dəstəyi ilə start götürən ilk televiziya muğam müsabiqəsi ölkənin mədəni həyatında yeni bir mərhələ açdı və həmin gündən etibarən yüzlərlə istedadlı xanəndənin böyük səhnəyə gəlişinə təkan verdi. Muğam hər yeni ifada başqa cür səslənə bilər, amma hər dəfə eyni yaddaşı daşıyır. O yaddaşda Şuşanın səsi var, Qarabağın nəfəsi var. Ustadların irsi, qəzəlin sözü, tarın simi, kamançanın ahəngi və xanəndənin nəfəsi var. Avqustun 26-sı Beynəlxalq Azərbaycan muğamı günü və İpək yolu üzərində yerləşən ölkələrin musiqisi günü bu misilsiz irsi bir daha xatırlamaq, yaşatmaq və gələcək nəsillərə ötürmək üçün bir fürsətdir.